insanın zehni iti olsa və agah olsa, insan təfəkkür əhli olar və insanı digər varlıqlardan ayıran və digər varlıqlardan üstün qərar verən faktor onun təfəkkür əhli olmasıdır. Əgər biz baxmış olsaq, Qurani-Kərimdə mübarək Taha surəsinin 25, 26, 27, 28-ci ayət şərifələrində Uca Rəbbimiz Həzrət Musa əleyhissalama bunları söyləmiş və Həzrət Musa əleyhissalam belə deyərdi: Rəbbi şrəhli sadri, ey mənim Rəbbim, mənim köksümü genişləndir, sinəmi genişləndir. Və yəssir li əmri, mənim işimi asanlaşdır, yüngülləşdir. Vahlul uqdətən min lisani, və dilimdəki dügünü aç. Yefqahu qavli, dilimdəki düyünü aç ki, sözümü insanlar yaxşı anlasın. Deməli, buradan biz əgər dərin düşüncə əhli, təfəkkür əhli olmuş olsaq, biz daha mənalı, daha dərin, düşündürücü sözlər danışıb çevrəmizdə olan insanlara daha çox fayda vermə imkanına malikik.